9-12 aylıq uşaqların psixoloji və nitq inkişafı necə olmalıdır? Bu yaş aralığında, yəni 9-12 aylıq uşaqlarda 10 aylığından etibarən artıq yox kəlməsini anlaya bilir. Yəni sizin ona nəyisə icazə vermədiyinizi başa düşür. 12 aylığından etibarən uşaq tələffüz edə bilməsə də, deyə bilməsə də belə sizin ona dediyiniz bəzi sözləri, hətta bir çox sözləri deyim ki, mənasını başa düşür. Bir-iki sözü 12 aylığından etibarən anlamlı istifadə edə bilir. 6 metrlik məsafədən tanıdığı insanın, belə deyək ki, üzünü artıq başqa insanlardan ayırt edə bilir. Və ya 9-12 aylıq uşaqların nitq və psixoloji inkişafı necə olmalıdır? 10 aylığından etibarən uşaqlar artıq yox kəlməsini anlaya bilirlər. Yəni sizin ona nəyisə icazə vermədiyinizi başa düşürlər. 12 aylığından etibarən uşaq tələffüz edə bilməsə də, deyə bilməsə də belə bir çox sözlərin mənasını anlayır, başa düşür. Bir-iki sözü anlamlı istifadə edə bilir. Tanıdığı insanı 6 metrlik məsafədən üzünü ayırt edə bilir. Bu yaş aralığında olan uşaqlar 9-12 aylığından etibarən artıq insanları, əşyaları daha anlamlı şəkildə, daha uzun müddətli müşahidə edib izləyirlər. 9-12 aylıq arasında olan uşaqlar öz adını tanıyır, bilir və adını çağırdıqda reaksiya verir, çevrilib baxır. Tanıdıq səslərə hər hansı bir musiqi səsi ola bilər, hər hansı bir tanıdığı insanın səsi ola bilər ki, həmin səslər gəldikdə onun mənbəyinə, həmin tərəfə çevrilib baxır. Bundan əlavə, tanıdığı əşyanın adını çəkdikdə həmin əşyaya tərəf, məsələn, maşını tanıyırsa, maşın dedikdə maşına baxır. Və yaxud tanıdığı insanın adını çağırdıqda həmin insana tərəf çevrilib baxır. Bacısı, qardaşı, nənəsi, babası ola bilər. Və yaxud da ki, bu yaş aralığında olan uşaqlar sadə səsləri, sadə sözcükləri təqlid edə bilirlər və yaxud da onlara bənzədə bilərlər. Və yaxud da elə hərəkətlər var ki, siz onları dedikdə, məsələn, gedək dedikdə o artıq başa düşür ki, siz onu harasa aparırsınız. Əgər bu əlamətlər bu yaş aralığında 9-12 aylığına qədər uşaqlarda özünü büruzə verməzsə, psixoloqa müraciət edib müayinə etdirməyiniz məsləhətdir.